Hər vaxtınız xeyir. 27 apreldə keçirilən 9 buraxılış imtahanının suallarına baxsaq birlikdə. Qeyd edim ki, bundan əvvəl canlı yayın eləməyə çalışdım. Keçən həftə eyni problem yarandı. Biraz külək olan kimi, bizdə internet fiber optik deyil. Biraz külək olan kimi internet gedir, gəlir. Yəni canlı da açdım, ayaqlar biraz normal göstərir, sonra nəsə donur internet. Ona görə daha gördüm əsəblərim xarab olur. Həm mənim, həm də qarşı tərəf necə baxsın nəsə canlı yayına. Canlı yayını bağladım. Video şəklində çəkəcəm və YouTube kanalımıza yerləşdirəcəm. Təbii ki, biraz gecikəcəm digər müəllimlərə baxanda o problemə görə. Çünki mən nəzərdə tutmuşdum ki, canlı ilə vaxtında müzakirə edərəm, amma eybi yoxdur dedim, qoy kanalımızda izah şəklində qalsın. Kimsə yaralanmaq istəyəndə yaralansın. Və ən vacib şeyə keçmək istəyirəm. İmtahan sualları onsuz da öz indi izahını verəcəyik onsuz da. İmtahandan çıxan şagirdlərimizi təbrik edirəm. Bu öz yerində. Onların keyfi kökdür. Hər şey əla. Ürəklər rahatdır ki, imtahandan pis, yaxşı yazmışam. Yəni normal yazmışam və ya yaxşı yazmışam. Ən vacib hissə budur ki, pis yazanlar, nəticəsi zəif olanlar, nəticəsindən razı olmayanlar ki, bəlkə kimsə də yaxşı yazıb, amma maksimum istəyir, razı deyil də. Qətiyyən belə şeylərə narahat olmayın uşaqlar. Bax, bunu həmişə deyirəm. Öz övladıma da, öz yaxınlarıma da, öz şagirdlərimizə də, süsə də. Qətiyyən narahat olmayın, heç nə üçün heç vaxt gec deyil. Xüsusən sizin üçün ümumiyyətlə gec deyil. Təbii ki, daha tez başlasaydı, adam buna biraz təəssüflənir də, kaş bu il daha yaxşı olur və s. Can sağ olsun. Eləsəydin yaxşı olardı. Eləməmsən yenə də gec deyil. Çünki sizin maksimum 14-15 yaşınız var, lap 16-17 olsun, lap 20 olsun. Mən sizə bir söz deyim, həmişə imkan düşdü deyirəm bu barədə. Mən özüm məktəbi qurtarmışam 16 yaşında. Universitetdə daxil olmuşam, oxumuşam, universitetdə formada oxumuşam. Yəni biraz Bakı kəndində böyüyən uşaq olmuşam, düşüncələrim hardasa düzgün olmayıb, universiteti mən ürəyim istəyən kimi oxumamışam, necə belə. Lord ilə deyim, avarsızlıq eləmişəm. Bu çox pis şey olub mənim üçün, təbii ki. Universitet bitirəndən sonra əsgərdən gəlmişəm, tamam başqa işlərlə məşğul olmuşam. Ta 30 yaşındayım. Yəni riyaziyyat dəxil olmur. Axırda riyaziyyat 16 yaşımda öyrənmişdim də, təsəvvürün o vaxtı. 30 yaşında gördüm ki, yox da mənim yaşayışdır nə barədə. Yəni ki, düzgün istiqamətlənməmişəm, hədəflərim düzgün deyil, həyata baxışım heç düzgün deyildi. Bunları yavaş-yavaş özümdə düzəltməyə çalışdım, bu öz yerində. Yəni həyatımı dəyişməyə çalışdım, bu öz yerində. Sözümün canı nədir? Mən 30 yaşında riyaziyyata qayıtmışam. 16 yaşında məktəbdə oxuduğum riyaziyyatdan sonra, universitetə girəndən sonra dərslərimi yaxşı oxumamışam, düzgün deyirəm sizə. 16-dan sonra, bir də 14 ildən sonra 30 yaşında dedim ki, mən riyaziyyata marağım olub həmişə, riyaziyyatım da pis olmayıb. Mən riyaziyyat üzrə özümü təkmilləşdirdim. 30 yaşında qayıtmışam, çox gecikmişəm. Amma gec deyil. Sözümün canı budur. Mən 30 yaşında qayıdıb nəsə eləyə bilirəmsə, sizin 14-15 yaşınızda təəssüfləməyə haqqınız yoxdur. Lap 16, 17, 11 buraxılışda və ya 11 blok imtahanında pis nəticə göstərən şagirdlər. Ən vacibi budur. Nəticələr, zətlər, bunlar boş şeydir. Ən vacibi sağlamlığınızdır, həyata düzgün baxmağınızdır, həvəsdən düşməməyinizdir. Sözümün canı budur və ona görə öz həyat hekayəmdən də təbii ki, fəxr eləmədiyim bir hissədir, xoşuma gəlməyən bir hissədir. Amma bunu sizə göstərməyə çalışıram ki, gənclərimiz qətiyyən düşünməsinlər ki, gecikdim. Vaxtında başa daha gözəldir. Amma heç vaxt gec deyil, sözümün canı. Mən səhvlər eləmişəm, həyatımdan bir 14 il ən azından gecikmişəm. Təbii ki, təəssüflənirəm, amma pis olmuram. Bəlkə də belə daha gözəldir, bəlkə də mənim danışmağa bir söhbətim var ki, belə olub da. Həyatdır da, həyatda səhvlər həmişə olur. Təbii ki, maksimum çalışmalı ki, səhvimiz az olsun, amma mütləq olacaq. Bu cür. Ən vacib isə mənim üçün budur, suallar heç öyrənilir. Qətiyyən heç kim pis olmasın, qətiyyən heç kim depressiyaya düşməsin, qətiyyən heç kimin həyat motivasiyası düşməsin. Siz çox gəncsiniz, sizin çox şey əldə eləmək imkanınız var. Bizim də var hələ. Bu qədər yaşım var, 38 yaşım var. Mən hələ də nəsə öyrənmək istəyirəm, nəsə yeni bir addımlar atmaq istəyirəm. Mənim yerimdə olsanız nə edərsiniz? Ona görə qətiyyən heç kim pis olmasın, keçdik suallara. Görək 57-ci sualda nədən danışılıb? Deyir ki, ölçüləri 3 sm, 5 sm və 8 sm olan düzbucaqlı paralelipipedin tam səthinin sahəsini hesablayın. Düzbucaqlı paraleliped mövzusunu öyrənmisənsə ki, başlayan kimi düsturları da öyrənmişsiniz, çox asan. Sadəcə düsturla bu sualı həll eləyə bilərdiniz. Neydi düsturumuz? Tam səthin sahəsini tapmaq üçün düzbucaqlı paralelipedin S bərabərdir 2 vurulsun AB plus AC plus BC. Bəs bizdə A budur, B budur, C budur. Hamısını da verib də. Düsturda yerinə qoyuram, S bərabərdir 2 vurulsun. A vur B. Yəni 3 vur 5, elədi 15. Üstə gəl A vur C, yəni 3 vur 8, elədi 24. Üstə gəl BC, 5 vur 8, 40. Bununla bərabərdir, 2 vurulsun. Mötərizənin cavabı 39, bu da 40, 79.
2 ilə 79 arasında cavab olur 158. Cavab A bəndi. İzahlar çalışacağım, çox uzatmayayım ki, onsuz videonun əvvəlində uzun danışmışam, bezdirməyim sizi. 57 ilə işimiz qurtardı, cavab 158. Keçdik 58-ə. Deyir ki, Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48%-i çatdı. Nə qədər qələm var idi? Məsələni birinci oxudum, gördüm ki, 2 nəfərdən söhbət gedir və qeydlərimi aparıram. Sabir və Vahid. Hələm, həll barədə düşünmürəm. Öz şagirdlərimizə də həmişə deyirəm. Məsələ oxuyanda birbaşa həlli düşünməyin. Siz hələm məsələni oxuyun, qeydlərinizi aparın. Beyninizə tam otuzdurun, burada söhbət nə gedir. Yeri gəlsə xəyal qurun, yeri gəlsə şəkil çəkin. Hələm həlli düşünməyin. Sadəcə buradakı vəziyyəti başa düşməyə çalışın, sonra həlli düşünün. Kim ki birbaşa həllə qaçır, çox vaxt səhv edir. Sabir Vahid qeyd elədim. Sonra nə deyib? Deyir ki, Sabirə 39 qələm düşüb, yazıram 39 qələm. Vahidə isə bütün qələmlərin 48%-i çatdı deyir. Amma sayı deməyib. Sabirə 39 dənə düşüb say olaraq. Bax, buraya yazıram saydır. Burada faiz. Bax, belə göstərim. Hə, 39 dənə, amma Vaqif dadır. Yox, Vahid. Vahidin neçə dənə qələm düşüb bilmirəm. Buna dedim X. Düzdürmü? Sonra özü mənə deyir ki, Vahidə isə bütün qələmin 48% çatdı. Onu faiz olaraq mən Vahidə neçə faiz çatdı bilirəm. Vahidə bütün qələmlərin 48% çatıbsa, hamısı verdi 100% sayılır axı. Burada yazın. 100%-in 48%-i Vahidə çatıbsa, onda qalanı 100-dən 48 çıxıram, 52%-i Sabirə çatıb da. Amma əla, mən bunun artıq tənlik qura bilərəm. O məndən sonra ki, nə qədər qələm var idi ümumilikdə. Deyirəm, bax, mən çünki açıq-aşkar görürəm ki, 39 qələmi var Sabirin. O da 52%-dir. Yəni, tənasib quracağım ki, 39 qələm 52%-dirsə, onda hamısı bir yerdə, yəni 100% qələmlərin sayı neçədənədir? X-dən istifadə eləmişəm, qoy burada A deyim, A yazım. Və salam, heç bu bizə lazım olmayacaq onsuz. 52% 39 dənəcə 100% nə qədərdir? Yəni hamısı bir yerdə. Tənasibi qurdum, sualımın cavabı hazırdır. Bir də bunu həll etmək qalıb. A vurulsun 52 bərabərdir 39 vurulsun 100. Yəni 3900. Burada A-nı tapmaq üçün 3952-yə böləcəyik. 390 içində 52, 7 dənə, 364, 26, 260 içində 52, 5 dənə. Və sualımın cavabı hazır. Yəni nə qədər qələm var idi? Ümumilikdə 75 dənə qələm olub, 58-ci testin cavabı da oldu de. Bəndi. Silirəm bunu, keçək 59-a. 59-a baxın. Bunu məncə çoxlu səlləmişsiniz. Modulsu kimi bilirsiniz də. Modulda mənfi 7,5, moduldan çıxanda olur müsbət 7,5. Modulda həmişə müsbət çıxır. Çıxmanı köçürtdün. Modulda müsbət 3,3, hələ çıxır müsbət 3,3 kimi. Çaşıb bunu üstə gəlləməyin ha. Modul bunu müsbətləşdirmir ha. İçindəkini müsbətləşdirir. Bu içindəki olsa müsbət kimi çıxır. Geri çıxmanı toplamaya çevirməyin. Hə, burada bir dənə böl 2 var. 7,5-dən 3,5 çıxanda cavab olur 4,2 böl 2. 4,2-ni 2-yə böləndə cavab olur 2,1. 2,1 cavabı harada var? C bəndində. 59-dan da işimiz bitdi. Silirəm bunu da, keçirik 60-a. Qrafik, öz asan qrafiklərdən. Deyir, qrafika əsasən düz xəttin bucaq əmsalını tapın. Birinci, düz xətti öyrənmişik hamısı kimi. Bilirdik ki, düz xəttin tənliyi bu formada olur. Y bərabərdir Kx plus B. Düzdürmü? Hamısı ki, düzdür. Bunu bilirdik. Və öyrənmişdik ki, əgər düz xətt koordinat başlanğıcından keçsə, bax 0, koordinat başlanğıcı burada bax 0-dan keçir. Görürsünüz, bax 0-dan keçir. Koordinat başlanğıcından keçsə, deməli onun B-si 0-dır. Yəni B-si yoxdur da. Onda bu düz xəttin tənliyi y bərabərdir Kx formasındadır. Yəni plus B-si 0-dır. Çünki koordinat başlanğıcından keçəndə həmişə B-si dedik 0-dır, yəni B-si yoxdur. Deməli, əslində bu düz xəttin tənliyi, bax bu düz xəttin tənliyi y bərabərdir Kx formasındadır. Düz xəttin bucaq əmsalı da deyəndə bizdən K-nı soruşurlar. K-nın neçə olduğunu tapsam, sualımın cavabı hazırdır. Bundan sonra K-nı tapmaq üçün heç nədir. Necə tapacaqsınız? Açıq-aşkar bizə göstərib də, X-i var, bu nöqtənin X-i 2-dir, Y-i 4-dür, göstərib də. Yəni, X-in yerinə 2 qoyanda Y-in 4-ə bərabər olmalıdır. Bax, qoyuram. Y-in yerinə 4 qoydum, K-nın işim yoxdur, X-dəki 2-dir. Vəssalam, K vur 2. Yəni, K vur 2 4-ə bərabərdir, K nəyə bərabərdir? 4-ü 2-yə böləcəm 2-yə. Vəssalam, bucaq əmsalını tapdıq. B bəndi 2. 60-dan da işimiz bitdi. Keçdik 61-ə. Bu üstədir, yox, bu üstədir. 61 hamımızın bildiyi sistem tənlik. Təbii ki, bilməyənlərimiz də var, bilirəm. Amma normal öyrənmişsinizsə, bunlar sökün bilirsiniz. Belə bir sistem tənlik verib, y çıxılsın x bərabərdir 10, 2x y bərabərdir mənfi müstəqillər sistemində 4y çıxı x ifadəsinin qiymətini tapın. Onu taparaq o problemdir, birinci x-lə y taparaq sonra yerinə qoyacaq. Ən rahatı burada əvəz etmədən istifadə edirəm. Müxtəlif üsullarla gedə bilərsiniz. Burada y çıxı x bərabərdirsə ona, onda burada y nəyə bərabərdir? Mənfi x
bərabərliyin solundan sağına müsbət x kimi keçir. Burada müsbət 10 da var. Yəni y bərabər olur x plus 10'a. X plus 10'a bərabərsə gəlin aşağıda 2x plus y var. 2x plus y. Bu y-in yerinə götürüb x plus 10'u qoyuram. Çünki y x plus 10'a bərabərdir. Yəni bu y yerinə x plus 10 yaza bilərəm. Əvəz elədim. Bərabərdir mənfi 23'ü də köçürdük. Üstündən bu həll edirik. 2x ilə x toplayanda 3x plus 10 mənfi 10 kimi keçir soldan sağa. Mənfi 23 bu da mənfi 10 oldu mənfi 33. X ilə bərabərdir mənfi 33'ə böləndə mənfi 11. X-imi tapdım, y-imi də tapmaq problem deyil. Çünki y-im x plus 10'a bərabərdir. X-in də yerinə mənfi 11'i qoyanda mənfi 11 söz 10 neçədir? Mənfi 1. Yəni y-im də mənfi 1'dir. Aparıb burada yerinə qoyuram. Məndən 4 vurulsun. 4 dedim, y yazdım. Bunu sileyim. Hə. 4 vurulsun, y çıxılsın, x ifadəsinin qiymətini soruşur. Neyse burada yazıram. Hər dəfə y yazıram. 4 vurulsun, y. Y-im nədir? Mənfi 1'dir. Yəni mənfi 1 çıxılsın, x. Yəni ki, x-im də mənfi 11'dir. Mənfi 11. Bax, 4y çıx x. Yəni 4 vur y çıx x. Y-in yerinə mənfi 1'i qoydum. X-in də yerinə təbii ki, mənfi 11'i qoydum. Bərabərdir. 4 vur mənfi 1 əldir, mənfi 4. Çıx. 2-dən çıxmayan bayan olanda birisi silinir, tullanır, o birisinin üstünə olur, üstə gəldi. Yəni üstə gəl 11'e çevrildi. Səhv eləmədim. Mənfi 4'ün üstünə 11 gələndə cavab müsbət 7 edir. Burada səhv edib görürsən. Yoxsa biz səhv eləmədik. Cavab B bəndi. Y bəndini seçib kimdirsə. Bir dənə tezdən yoxlayaq, səhv eləmədik. X-in mənfi 11, Y-in mənfi 1 oldu. Birinci bunu ödəyirmi? Bəli. Y-in yerinə mənfi 1 qoyanda, X-in yerinə mənfi 11 qoyanda, doğrudan mənfi 1 çıx, mənfi 11, müsbət 10'u verir. Burada yoxlayayım. X-in yerinə mənfi 11, Y-in yerinə mənfi 1 qoysam, mənfi 22, bu da mənfi 1, mənfi 23. Ödədi təlimi. Burada tezdən yerinə qoyun. 4 vur Y-in mənfi 1, elədi mənfi 4. Çıx x, yəni çıx mənfi 11. Olur üstə gəl 11. Bəli, müsbət 7 eləməlidir cavab. Hər ehtimala qarşı yoxladım ki, səhv eləməyək. Çünki həmin şəxs səhv edib. Narahat oldum. Dün bəlkə mən səhv eləmişəm. Keçdik 62-yə. Deyək ifadəsini çox əddi şəklində göstərin. Problem yoxdur. Bunları açaq da hələ. Gözüm görmür. Burada 2x var çıx 3y, 2x var plus 3y. Əslində ortaq vuruq kimi mötərizə xarici çıxarda bilərsən. Amma məncə açmağımız daha rahatdır. Bax, köçürdümürəm. Burada 2x kvadrat plus 3y-in kvadratı verilib bizə. Yəni mötərizə kvadratı. Onda birinci həddin kvadratı. Yəni 2x kvadratın kvadratı olur 4x üstü 4. Çünki 2'nin kvadratı 4 edir. X kvadratın kvadratı x üstü 4 edir. Üstə gəl. Nə idi? Bunların hasilinin 2 misli. Yəni bunlar bir-birinə vuranda 2 ilə 3 bir-birinə vuranda 6x kvadratı y edir. Onların 2 misli də olur 12x kvadratı y. X kvadratı y. Üstə gəl ikinci həddin kvadratı. Yəni 3y-in kvadratı. 3y-in kvadratı neçədir? 3-ün kvadratı 9, y-in kvadratı ilə y kvadratı. Üstə gəl, yəni birinci mötərizəni açdım bunu. Gəldim bura. A minus B, A plus B. A minus B ilə A plus B-yə vuranda bizə nə verirdi? Müxtəsər mod üstündən biz bunu bilirik. A kvadratı çıx B kvadratını verirdi. Yəni birinci həddin kvadratı çıxsın ikinci həddin kvadratı. Birinci həddim 2x kvadratıdır. Onda bunun kvadratı nə olacaq? 4x üstü 4. Çünki 2'nin kvadratı 4, x kvadratı x üstü 4. 4x 4 deyirəm, kvadrat yazıram. 4x üstü 4 çıxılsın 3y-in kvadratı. Yəni çıxılsın ikinci həddin kvadratı. 3y-in kvadratı neçə edir? 9y kvadratı. Bərabərdir. İndi burada sadələşdirəcəyik və aldığımız cavab variantların içində olmalıdır. Mənfi 9y kvadratı ilə müsbət 9y kvadratı islah getdi. Burada ürəyim rahat oldu. 4x üstü 4 ilə bir dənə də müsbət 4x üstü 4 var. Bunlar islah gedilmir. Çünki biri müsbət, biri mənfi deyil. Bunlar toplanır. Toplayanda olur 8 vur x üstü 4. Üstə gəl bir dənə də bu qaldı. Əlimizdə 12x kvadratı y. Başqa heç nə qalmayıb ki, yox. Baxaq cavablara. 8x üstü 4 12x kvadratı y. Bax bu. 8x üstü 4 üstə gəl 12x kvadratı y. 8x üstü 4 12x kvadratı y. Cavab oldu B bəndi. 62-dən işimiz qurtardı. Buna tezdən baxın. Hələ belə ümid edəcəm. Birincidə kvadrat idi. Birinci həddin kvadratı. Üstə gəl. Bunların hasilinin 2 misli. Üstə gəl. İkincinin kvadratı. Yəni 3y-in kvadratı. Sonra üstə gəl. A çıx B vur A plus B idi. Onda A kvadratı çıx B kvadratı kimi açılır bu. Yəni birincinin kvadratı. Görürsünüz 2x kvadratın kvadratı. Çıxılsın ikincinin kvadratı. Yəni 3y-in kvadratı. Bəs ondan sonra da islahlarımız gedib. Toplananlar toplanıb. Bu da tek qıraqda qalmışdı. Onu da oyuna yazdıq. Cavabımız oldu bu. Yəni B bəndi. Keçək 63-ə. 63 sadəcə ifadədir. Kəsirli ifadə. Bunu həll etmək lazımdır. Başlayaq. Əməllər sırasında bir üstə birinci mötərizə həll olunacaq. Sonra bölmə, sonra toplama.
Mötərizəni həll edirəm. Birinci addımı yazıram bura. 2 tam 3-də 1. Mötərizədə bu yazılıb. Çıxılsın 1 tam 9-da 1. Bunların hər ikisinin ortaq məxrəc nəticəsi 9-dur. Deməli 9-u 3-ə bölsən, burada tamamlayıcı vuruq 3 olur. Burada onsuz tamamlayıcı vuruq 1-dir. 2-dən 1, tam hissədən tam hissəni çıxıram. 2-dən 1 çıxanda cavab olur 1. Ortaq məxrəci 9 götürmüşəmsə, indi sürətdən sürət çıxıram. 3-dən də 1 çıxanda cavab olur 2. Yəni mötərizənin cavabı oldu 1 tam 9-da 2. Bunu bildik. İndi mötərizənin cavabını bölməliyəm 7 tam 3-də 1-ə ikinci addımda. Yəni bu 1 tam 9-da 2-ni, mötərizənin cavabını bölməliyəm 7 tam 3-də 1-ə. Bunları da öyrənmişik aşağı siniflərdən ki, qarışıq ədədləri vurmaq və bölmək olmur. Nə edirik? Onları düzgün olmayan kəsirə çevirməliyik, sonra vurmalıyıq və ya bölməliyik. İndi bunları düzgün olmayan kəsirə çevirəm. Nə olacaq? 9-da 9 vur 1, 9 deyək ki 11. Bölünsün, hələ ki tezdən necə var yazıram. Burada 3-də qarışıq ədəd düzgün olmayan kəsirə çevirəndə məxrəc necə var qaldı? Sürət nə yazırdıq? 3 vur 7, üstə gəl 1. Yəni məxrəc vur tam isə üstünə də sürəti gəldi. 3 vur 7, 21, üstünə də 1 gəldi 22. İkisi də oldu mu düzgün olmayan kəsir? Oldu. İndi nə edirdim? Birinci ədəd necə var qalırdı? 9-da 11. Bölmə vurmaya çevrilirdi. İkinci ədədin tərsinə fırlanırdı. Yəni olacaq 22-də 3. 3-də 22 fırlanır tərsinə. 22-dən 11 ixtisar gedir. Burada 2 qalır. 9-dan da 3 ixtisar gedir. Aşağıda 3 qalır. Yuxarıda 1-lər qalır da. 1 vur 1 sürət oldu 1. 3 vur 2 məxrəcdə 3-dən 2 qalmışdı. Cavab oldu 6. Cavab oldu 6-da 1. Tələsmə hələ. Biz deməli birinci addımda mötərizəni tapdıq, ikinci addımda bölməni yerinə yetirdik, oldu 6-da 1. İndi üçüncü addım nədir? Aldığım cavabla, yəni 6-da 1-lə toplamalıyam bu 4-də 3-ü. 6 ilə 4 üçün də ortaq məxrəc, yəni əkov 12-dir. 12-ni 6-ya böləndə tamamlayıcı vuruq 2, 12-ni 4-ə böləndə tamamlayıcı vuruq 3. 2-nin də üstünə 3 vururuz 9-u gələndə cavab olur 12-də 11. Yəni D bəndi. 63-lə də işimiz bitdi, keçdik 64-ə. Radiusu 19 sm olan çevrənin mərkəzindən 25 sm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni tapın. Ne deyir burada? Bir dənə çevrə çəkin vəziyyəti başa düşmək üçün. Bir dənə mərkəz nöqtəsi də qoyun. Deyir ki, radiusu 19 sm-dir. Deyirəm, lap yaxşı. Yəni radius çəksəm 19-dur. Sonra deyir ki, çevrənin mərkəzindən 25 sm məsafədəki nöqtə. Bir dənə nöqtə var. Buradan çevrənin mərkəzinə qədər. Bax, çevrənin mərkəzindən 25 sm məsafədir. Yəni buradan çevrənin mərkəzinə qədər məsafə deyir 25 ümumilikdə. Bax, belə göstərsəm. Ümumilikdə, bax, bütövlükdə bu məsafə 25-dir. Sonra deyir ki, həmin nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni çəkir. Yəni bu nöqtədən çevrəyə qədər olan məsafə, bax, çevrəyə çatdım, amma bura qədər olan məsafədir. Bunu soruşur məndən. Deyirsən, bunu necə tapa bilərəm? Deyirəm, bu bütövlükdə 25-dir. Sənə də radius 19 deyibsə, bu da radiusda, düzdür. Deməli, buradan bura qədər olan məsafə 19-dur. Bax, buradan radius da axı bu. Bu 19-dur, bütövlükdə də 25-dir. Deməli, bura neçə olmalıdır? 25-dən 19 sən deyirsən, bura 6 olmalıdır. Yəni, bura 6, bura 19, onda ikisi verir, 25-i verir də. Deməli, həmin nöqtədən çevrəyə qədər olan məsafə 6-dır. Mərkəzə qədər demirəm, mərkəzə qədər 11 25-dir. Çevrəyə qədər, çevrəyə çatanda dayanmalıdır. Deməli, həmin məsafə 6-dır, yəni 64 oldu. D bəndi, silək bunda keçək 65-ə. Bu üstədir. 65. Hə, sadələşdirin ifadəni deyir. Mikrofonu yandırmışam, bayaqdan danışıram. Hə. İfadənin sadələşdirini köçürüm buralar. 15 x kvadratı y kvadratı. Hələ ki köçürəm, qeyri-adi heç nə eləmirəm. Aşağıda məxrəcdə a üstü 8 vurulsun. Sürətdə 2a, məxrəcdə 25 x kvadratı y. Deməli, birincisi hərflərə baxım, ələtdən o rahat ixtisar aparacaqsınız. X kvadratına bunun nasıl vurma var da bir üstə. X kvadratı ilə x kvadratını ixtisar apardım. Y kvadratının birisi ilə y ixtisar apardım. Burada heç nə qalmadı, bu da bir dənə y qaldı. A üstü, bu da vur A-dır da. A ilə A üstü 8-in birisi gedir, burada 7 qalır. Yəni A üstü 7 qaldı məxrəcdə. Burada heç nə qalmıyor. İndi ədədlərə baxıram. 25 ilə 15 ixtisar gedir. 15-i 5-ə böləndə burada 3 qalır. 25-i 5-ə böləndə burada 5 qalır. Yəni səliqə ilə bunları köçürüm. Məxrəcdə kəsr xətt çəkir. Məxrəcdə nələr qalmışdı? A üstü 7 vurulsun. Başqa nə qalır məxrəcdə? 5. Bunların hamısı gedib. A üstü 7 vurur 5. Hələ 5 A üstü 7 yazardım da bunu. Yazıram bura 5 A üstü 7. Ədədi birinci yazıram da. 5 vur A üstü 7 qaldı məxrəcdə. Sürəti nə qalıb? 3 qalıb. Bunlar gedib. Ya bir dənə y qalıb. 3, 2 qalıb. 3-ü 2-yə vuran birinci ədədləri 6. Hərflərdə bir dənə y qalıb da məncə. Başqa şey qalmayıb ki, bir dənə diqqətli baxaq. Bunların hamısı gedib. Bəli. Yuxarıda 6 y, aşağıda 5 A üstü 7. Cavab B bəndi.
6y 5a üstü 7. Sentezdən baxaq. Düz köçürmüşəm. Düzdür. A üstü 8, 2a. Hə, düzdür. So. 65 ilə də işimiz bitdi. Keçdik 66-ya. Bir tərəfi 10 sm olan ABCD kvadratında M və N uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələri olarsa. Bir də nə başa düşməyə çalışıram. Qorxmuram. Tərəfi 10 sm olan ABC kvadrat. Deməli, bu kvadratdır. Yəni, bunun tərəfi 10 sm-dirsə, deməli, bütün tərəfləri 10-da. Yəni, burada 10-dur, burada 10-dur, burada 10-dur. Kvadratın bütün tərəfləri bərabərdir axı. Deyir ki, bu kvadratda M və N uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələridir. Yəni, bu M, BC-nin orta nöqtəsidir. Bu N də CD-nin orta nöqtəsidir. Bunu demək istəyir. Deyir ki, bu orta nöqtədirsə, bu BC bütün 10-da axı. Onda bura nə düşür? 5. Bura nə düşür? 5. Ortaya düşübsə. Bu da həmçinin CD də 10-dur. Kvadratın tərəfidir deyə. Və N də onun orta nöqtəsidir. Onda burada 5 düşür, burada 5 düşür. Bilməm, lap yaxşı. Burada onsuz 10-dur yazmışdır. Deyir ki, AMCN dördbucağın sahəsini tapın. Bax bunu. AMCN. Bax bunu, bax bunu. Belə paxlağa kimi qəribə bir şey var. Bunun sahəsini soruşur məndən. Deyirsən ki, bəs bunun sahəsini mən necə tapa biləm? Qəribə fiqurda axı. Mən sizə deyim, necə tapacaqsınız? Çox asan. Birincisi, sən bu kvadratın sahəsini tapa bilərsən. Düşün, nə var ki, kvadratın tərəfi 10-dursa, sahəsi olur 10 kvadrat bərabərdir 100. Deyirəm, əla. Bütöv bu 100-dür. Düzdür, sən amma bu lazımdır. Bütövlükdə 100-dür. Deyirəm, bunun bütöv sahəsindən, bu düzbucaqlı üçbucaqla, bu düzbucaqlı üçbucaqın sahəsini çıxson, bütöv 100-dən, bunları çıxson. Əlində bu sahə qalmayacaq. Deyirsən, hə, əla. Deyirəm, bəs salam da. Bu iki dənə düzbucaqlı üçbucaqın sahəsini tapmaq sənin üçün eşinədir. Çünki bax, bu düzbucaqlı üçbucaqlı bu da. Bax, bir dənə göylə gedim üstünə, qələmi ona görə göyləmişəm. Bax, bu düzbucaqlı üçbucaqdan danışıram. Bir də bu düzbucaqlı üçbucaqdan danışıram. Görürsünüz? Göylə göstərdim ki, düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaqın sahəsi tapmaq üçün nə edirdi? Katetləri, bax, düzbucaq tərəfinə bitişik tərəflər katet sayılır. Katetlər bir-birinə vurub ikiyə bölməyim kifayət idi. Yəni 10 vur 5 böl 2. Neçə elədir? A vur B böl 2 də. 10 vur 5 50, 50 böl 2 25. Yəni bunun sahəsi 25-dir. Bunun da sahəsi həmçinin 10 vur 5 böl 2-dir. Bunun kimi elədir. Bax 15 bir-birinə vuram katetləri böləm 2 25-dir. Və səsəm bütöv kvadratın sahəsi 100 idi. 100. 100-dən çıxıram bu düzbucaqların sahəsini, yəni 25-i və 25-i 100-dən yəni 50 çıxıram, cavab olur 50. Deməli, bütöv 100-dən bunları çıxıramsa, əlimdə mən axtardığım fiqurun sahəsi qalır. Yəni, sualımızın cavabı 50 olur. 50 var, orada var. Cavab olur B bəndi 50 kvadrat santimetr. Qələmi tezdən qırmızı edeyim. Bunları da silin. Geçdik, bu 66 idi da 67-yə. Ehtimal məsələsi. Deyir, iki zər eyni zamanda bir dəfə atıldıqda üst üzə düşən xallar cəminin altdan kiçik olmaması hadisəsinin ehtimalını tapın. Ehtimal soruşan kimi bilirik ki, bir dənə kəsr xətti çəkməliyik. Aşağıda mümkün halların sayını yazırdıq. Yuxarıda, yəni sürətdə də əlverişli, yəni bizə lazım olan halların sayını yazırdıq. İki zər eyni zamanda atılanda bunu su kimi də bilirsiniz ki, mümkün halların sayı 36. Çünki 6 dənə mümkün hal buradadır, 6 dənə digər zərdədir. Bunlar da bir-birinə vurur, daha uzatmadı. Bunlar su kimi bilirsiniz, bu mövzu izahlarında öyrənmişik, niyəsini də öyrətmişik. 6 vurulur 36, bunu su kimi bilirsiniz. Deyirsən, laf yaxşı. Kəsir xətti çəkdim, mümkün halların sayını yerinə yazdım 36. Çünki 36 mümkün hal var. Yəni mümkün olan halların sayı 36-dır. Amma söhbət odur ki, altdan kiçik olmaması. Altdan kiçik olmaması deyirsə, deməli altdan böyük olsun və ya 6-ya bərabər olsun. Düzdür? Altdan kiçik olması nə deməkdir? Altdan kiçik olması o deməkdir ki, 6-dan ya böyük olsun, yəni kiçik olmasın, ya da 6-ya bərabər olsun. Amma altdan kiçik olmaması. Demək, oturub o qədər şeyi sayacağım. Çünki zərdə məsəl üçün də 6-nın 3-ü düşə bilər, 9-da, bir tərəfə 6, bir tərəfə 3. Yəni, bir tərəfə 6, bir tərəfə 4, bir tərəfə 5, bir tərəfə 3. Yəni, altdan böyük də cəmləri altdan böyük alınan. Çox da axı. Deyirsən, daha rahatı o olar ki, mən altdan kiçik olanların sayını taparam. Altdan kiçik olanların sayını. Deyir, axı, sən altdan kiçik olmaması lazım. Deyirəm, altdan kiçik olanların sayı daha azdır da. Onların sayını taparam. Mümkün halların sayı 36 deyil. 36-dan o kiçiklərin sayını çıxaram və demək, yerdə qalanlar 6-dan kiçik olmayanlardır. Yəni 6-dan böyük və ya 6-ya bərabər olanlardır. 6-dan kiçikləri tapıram birinci. 6-dan kiçiklər hansılardır? 6-dan kiçik deyirsə, birinci başlayaq 1 düşə bilər də. 6-dan kiçik 1-dir də. Amma 1 düşə bilmir axı. Bir dəfə ona görə 1 düşsün, bir dəfə görə 0 düşsün. 2-dən zərə atırsan axı. 1 ilə 0 olmur axı. Ən bacısı 1-dir. Deyirsən, onda ən bacı xal 1 qoşadır. Deyirəm, A ol. Bax, 1 bir tərəfə, 1 bir tərəfə düşdü. Yəni, cəmi oldu 2. Altdan kiçikdir mi? Kiçikdir. Bu mənim şərtimi ödəmir. Həm altdan kiçikləri axtarıram. 1-1. Deyirəm, əla. 1 qoşa düşə bilər. Sonra deyirəm, cəmləri 3 də eləyə bilər də. Yəni, bir tərəfə 1 düşər, bir tərəfə 2 düşə bilər.
Deyirsən, əla. Belə də ola bilər. Sola 2, sağa 1 düşər. Yəni sola 1, sağa 2, sola 2, sağa 1. Bunlar fərqli hallardır. Başqa 3 alına bilər. Deyirsən, yoxdur, göy 3-dən 0 olsun. 0 da zərinin üzərində olmur. Yəni elə xal yoxdur. Ona görə 3-0 yaza bilməzsən. Yaxşı. Cəmi 3 oldu. Cəmi 4 də ola bilər də. 4 də altdan kiçikdə. Deyirəm, ola bilər. 4 olması üçün bir tərəfə 1, bir tərəfə 3 düşə bilər. Və ya bir tərəfə 3, bir tərəfə 1 düşər. Cəmləri 4 eləyir. Və ya 2 qoşa da düşə bilər. Sola da 2, sağa da 2 düşür. 2 qoşa cəmləri 4 eləyir də. Sonra altdan kiçik 5 də ola bilər. 5 olması üçün onda belə olur da. Bir tərəfə 1, bir tərəfə 4 və ya bura 4, bura 1. Bir tərəfə 2, bir tərəfə 3 və ya bura 3, bura 2 yerlərini dəyişirəm. Başqa 5 alınır, yoxdur. Sən 5 ilə 0 olmur. 2,5 qoşa da elə şey də olmur. 2,5 xal olur. Və salam. Deməli, altdan kiçik olan hallar, bax neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Altdan kiçik hallar 10 dənədir. Onda mənə altdan kiçik olmaz soruşulaq. Yəni bütün mümkün hallar 36 dənədir. O 36 dənənin içindən 10 dənəsi altdan kiçikdir. Onda 36-dan 10 çıxıram, qalan 26 dənəsi nədir? Altdan kiçik olmayandır. Bunun altdan kiçiksə, onun altdan kiçik olmayandır. Deməli 36-dan 10-u lap burada göstərən riyazi olaraq 36-dan 10-u çıxıram, olur 26 dənəsi altdan kiçik olmayan. Deməli onda mənim əlbeşə hallarımın sayı olur 26. 36, 26. Nə üçün buradan getdik? Bax, bir var 26 dənə şey axtarmaq ki, arada çaşar da bilərik də, yadımızda nəsə çıxar. Bir də var bunların sayı daha azdır. Bunların sayını tapıb ümumi saydan çıxsam, kiçik olmayan sayını düzü rahat tapa bilərəm. Və sualımın cavabı hazırdır. Bir dənə buna ixtisar aparacağım 2-yə. 26-nı 2-yə bölündə 13, 36-nı 2-yə bölündə 18. 18-də 13 var, var. Cavab olur Y bəndi. 67-nin də işimiz bitdi. Keçdik 68-ə. Bu üstədir. Deyir, belə eləyim, hə. Bu düstur deyə. Əkob AB vur əbob AB. Bunu hamınız bilməlisiniz. Əbob əkobu öyrəndə, hələ sıraz öyrəndə, gələn asaq düstur bunu ən zəif şagirdlər də rahat öyrənə bilir. Əkob AB vur əbob AB nəyə bərabərdir? Hələ A vur B-yə də uzatmıram. Yəni hələ 32 vur 68-dir bunun cavabı. Ən pis halı bunu bilmirsinizsə belə əkobu ayrı taparsınız, əbobu ayrı taparsınız, sol cavabların bir-birinə qoyursunuz. Amma uzun çəkməsinə ehtiyac yoxdur. Əkob AB vur əbob AB, yəni iki eyni ədədin əbobu ilə iki eyni ədədin əkobunu bir-birinə vuranda hələ həmin iki ədədinlərin hasını alırıq. 32 vur 68, bunun da cavabı çox güman ki 2176 olacaq. Məntiqlə necə tapdım? Çünki 2-ni 8-ə vuranda sona altına qıtarmalıdır. Sona altına qıtaran bir dənə budur. Bir dənə budur. Hələ 30-60-a vuranda 1800 edir. Yəni 1600 ola bilməz. Çox güman ki budur. Amma yəni birbaşa seçimi deyirəm, amma ki yəni yoxlar bəlkə onların da səhv var. 32-ni 68-ə vuranda 1800, o da 240, 2040, o da 120, 2160, o da 16, 2176 düz əlləmişik. Mən şifahi elədim. Amma siz özünüz alt-alta yoxlaya bilərsiniz. 68 asan sual idi, keçdik 69-a. Sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan isə azdır. Onların həm 2-2, həm də 300 oturtmaq mümkün olarsa, sinifdə neçə şagird var? Nə başa düşürsünüz buradan? Mən şagirdləri 2-2 də otuzdura bilirəm, qıraqda adam qalmır. 300 də düzüb otuzdura bilirəm, qıraqda adam artıq zat qalmır. Və bu o deməkdir, şagirdlərin sayı elə bir ədəddir ki, həm 2, həm 3-ə tam bölünür. Yəni onu 2-yə də bölə bilirəm, normal cavab alıram, qalıqsız zatsız. 3-ə də bölə bilirəm, yəni 3 də düzə bilirəm şagird. Və salam. Həm 2-yə, həm 3-ə bölünərdə bölünmə əlamətini öyrənmişik. Həm 2-yə, həm 3-ə bölünmək nə deməkdir? Yəni 6-ya tam bölünür. Nə başa düşdün? Deməli, bu şagirdlərin sayı 6-ya tam bölünürlər. Çünki 6-ya bölünən ədədlər həm 2-yə, həm 3-ə tam bölünürlər. Elə variantlardan baxan kimi 6-ya bölünən ədəd hansıdır? Y bəndi. Salam. Bu deyirsə 30 da 6-ya bölünür axı. Amma 30-dan çox deyib də bizə. 30-u götürə bilmirəm də. 30-dan çox deyib axı. Bəs amma 34 6-ya bölünmür, 38 6-ya bölünmür, 32 6-ya bölünmür. Cavab Y bəndi. Onsuz qapalı sualdır. Xüsusi nəsə eləməyə ehtiyac yoxdur. 69-la işimiz bitdi, keçdik 70-ə. Bu da asan bərabərsizlikdir. Bax, su kimi eləyə bilərik. Ədədlərdə hansı 2x kiçik bərabərdir 8 bərabərsini ödəyir. Bu bərabərsini həll etməyə nə var ki, hər iki tərəfi 2-yə bölərəm. İxtiyarım var axı. 2-lər ixtisar gedir, solda qalır x. 8-də 2-yə bölünür, cavab olur 4. Yəni x 4-dən kiçik və ya bərabər olmalıdır. Baxıram bura, deyik hansılar ödəyir də. 2 ödəyirmi? Ödəyir. Çünki 2 4-dən kiçik demişik, bax x-imiz 4-dən kiçik olmalıdır. 4 ödəyirmi? O da ödəyir. Çünki x 4-dən kiçik olmalıdır, bərabər də var. Bərabər olsa da ödəyir. Ona görə 4-ü götürəməm. 6 ödənmir, çünki 6 4-dən kiçik deyil. 5 ödənmir, çünki 5 4-dən kiçik deyil. 0 ödəyir, çünki 0 4-dən kiçikdir. Və sağ 1, 2, 5. Harada var 1, 2, 5? A bəndində. 70-ci testin cavabı da oldu. A bəndi keçdik 71-ə. 71. Bu da asan sualdır. Baxın.
Bir AD 15 sm. Ya bütöv ki bura 15'dir. Bütöv. Baba bütöv bu. Baba aradan göstərin. Baba belə göstərin. Yaxşı. AD bütöv. Bütöv bu 15'dir. Sonra deyir AB 7'dir. Yəni bax bu hissə 7'dir. Bütöv 15'dir, bura 7'dir. Sonra deyir BC ilə CD bərabərdir. Yəni bu hissə ilə bax X bura, bir də ki bura CD. X bərabərdir. İkisinin X-dir. Yəni bu neçədir bilmirəm, bu neçədir bilmirəm. Amma ikisi də bir-birinə bərabər. Yəni bu X isə bu da X-dir. Bərabərdirlər axı. Burada rahat şəkildə görsən ki, onda və bu 7-ni, bu X-i və bu X-i üçünü toplayanda mən bütövlükdə AD-ni, yəni 15'i verməlidir. Təhlilім hazır. 7 üstə gəl X üstə gəl X bərabərdir 15'ə. Bunu da alınır 7 üstə gəl 2X bərabərdir 15'ə. Bunu da 2X bərabərdir. Çıx 7 kimi keçir soldan sağa. 15'dən 7 çıxanda 8. X də bərabər 8-i 2-yə bölürəm. Hasil digər olacaq. Cavab 4. X-imi 4 tapdım. Yəni bura 4'dür, burada 4. Suallar nə idi? BC-ni tapın. BC-ni 4 tapmışam da. Yəni 71-ci testin cavabı da oldu C bəndi. Keçdik 72'yə. Bərabərliyi alın üst bucaqda. Bir üst bucaq çəkim elə belə. Vəziyyəti başa düşmək üçün çəkdim. Yan tərəf budursa, onda bərabərliyin üst bucaqda bilirsiniz də yan tərəflər nə olur? Bir-birinə bərabər olur. Oturacaqsa onlara bərabər olmur. Bunlar görə yan tərəfdə. Bir bərabərliyin alın üst bucaqda yan tərəfə paralel olan orta xəttdir. Mən burada bir dənə orta xətt var. Orta xətt. Yan tərəfə paralel. Yan tərəf bu döyür, bu da ona paraleldir. Bunlar ikisi də görürsünüz, eyni istiqamətdə gedir, paraleldir. Deyirəm, aha, bu orta xətti isə görə dedik, orta xəttin uzunluğu 4'dür. Bura 4'dür deyir. Və sən də orta xətti üst bucaqda öyrənmisən ki, orta xətt nə idi? Paralel olduğu tərəfin yarısına bərabərdir. Onda bu neçədir ki, bunun yarısı 4 edib? 8. Deməli, bu yan tərəfi 8'dir ki, orta xətti 4 edib və 8'in yarısı 4 edib. Bu yan tərəf 8 isə bu yan tərəf də 8'dir. Düz deyil. Çünki üst bucağın yan tərəfləri bir-birinə bərabər olurdu. Və də üst bucağın perimetri 22 olacaq. Onda oturacağını x deyirəm, bunun uzunluğunu bilmirəm. Amma perimetri 22-dir. Deməli 8, 8x. Bunları toplayanda bizə perimetri, yəni 22-ni verməlidir. Burada x nəyə bərabərdir? 8-dən 8, 16. 22-dən 16 çıxanda 6. X-in 6 olduğunu tapdım. Sən də onu soruş ki, oturacağın uzunluğunu tapın. Oturacağın uzunluğuna biz x demişdik. X-i də 6 tapdıq. 72 ilə də işimiz bitdi. Çətin suallar deyil. Keçdik 73-ə. Y-in hansı qiymətində A və B nöqtələr arasındakı məsafə 2-yə bərabərdir. 2 nöqtə arasındakı məsafə axtarın nə edirik? Düstur yada salın. Kök altında x1 çıx x2-nin kvadratı üstə gəl. y1 çıx y2-nin kvadratı. Məsafəni bu cür tapırıq. Onda tapıram A ilə B nöqtəsi arasındakı məsafəni kök altında x1 çıx x2. Yəni 6 çıx 4'ün kvadratı üstə gəl. Bunun x-ilə bunun x-ini çıxdım. Y1 çıx y2, yəni y çıx 5, burada y veriblər də. Üstünə gələm y çıx 5'in kvadratını. Bu bizə nəyi verməlidir? Nəyi verməlidir? Deyir ki, onun arasındakı məsafə 2'dir. 2'yə bərabər olmalıdır. Bəs salam. Bu tənliyi həll etməyə çalışdıq kök altında. 6 çıx 4 neçədir? 2, 2 kvadrat neçədir? 4. Üstə gəl. Y çıx 5'in kvadratı bərabərdir 2'yə. Y çıx 5'in kvadratı deyir ki, bərabərdir 2'yə. Bu kökdən cavabı qurtarmaq üçün bərabərin hər iki tərəfini kvadratı yüksəldərəm. Bax, bunu kvadratı yüksəltsəm, köklər gedir. Bunun kvadratı yüksəldir. Kök kvadratı yüksəldəndə kök yoxa çıxır. Kök yoxa çıxır, boş 4 üstə gəl, y çıx 5'in kvadratı qalır. Bunu kvadratı üzrə 2 kvadrat neçə edir? 4 edir. Bunun kvadratı elədir 4. Bax, sol tərəfi kvadratı yüksəltdim. Bax, belə göstərim. Kvadratla kök getdi, bütöv bu qaldı. Bunu da kvadratı yüksəltdim. 2 kvadratı oldu 4. Solda, sağda kvadratı yüksəltdim. Buradan da alıram ki, buraya yazıram. Y çıx 5'in kvadratı bərabərdir. Yəni bu müsbət 4 bura mənfi 4 kimi keçir. 4 ilə mənfi 4 toplamda olur 0. Məsələn, y çıx 5'in kvadratı 0'a bərabərsə, deməli y çıx 5 də 0'a bərabərdir. Çünki nəyin kvadratı 0 edir? 0'ın. Deməli bu mötərizənin cavabı 0 eləməlidir ki, kvadratı 0 eləsin. Başqa bir ədədin kvadratı 0 verə bilməz axı. Bunun da y çıx 5 0'a bərabərsə, y nəyə bərabərdir? 5'ə. Y-in 5 tapdım. Sual nə idi? Y-in hansı qiymətində? Y-in 5 qiymətində. Bəs salam. Yəni bura 5 qoysam şərtim ödənəcək. Bax doğrudan da 6 çıx 4'ün kvadratı edir 4 kök altında da. Üstə gəl 5 çıx 5'in kvadratı edir 0. 4 gəl 0 elə kök altında 4 eləyir. Buradan da cavab 2 olur. Göz baş şərtimizi ödərəm. Şərtləyəndən sonra yoxlayın ki, birdən mexaniki səhv eləyərsiniz. Gözünüzdən yayınmasın. 73 ilə işimiz bitdi, keçdik. 74'ə. Hanı da 74? Ha, bu üstə. 74. Çox asan sualdır bu da. Uşaq deyir, anadan olanda 25 yaş, atası 25 yaşındaydı. Bu bir sürü verilib bu şəhər. Mənim övladım doğulanda mən 25 yaşındayamsa, o neçə yaşında? Təzə doğulub axı. 0 yaşındadır, 0. Yoxdur da yaşayarım, təzə doğulub. Amma ona neçə yaş böyüyəm? 25 yaş. Deməli, mən uşağıma 25 yaş böyüyəm. Yəni neçə il keçsin, hansı zamanda danışırsınız, danışın. Uşağımın tutaq ki, 20 yaşı varsa, 100% mənim 45 yaşım var. Çünki mən ona 25 yaş böyüyəm axı. Yaş fərqi də heç vaxt dəyişmir. Yəni mən səndən böyüyəmsə, neçə il keçsin, sən böyüyürsün, mən də böyüyürəm. Yəni o 25 yaş fərq qalır. Bu cümləni ona görə verib bizə.
Ona görə də mən bilirəm ki, aha, burada uşaqdan və atasından danışırlarsa, uşağın indi neçə yaşı var bilmirəm, x deyirəm. Amma 100% bilirəm ki, ata uşaqdan 25 yaş böyükdür. Yəni bunun yaşı hər nədirsə, ata ondan 25 yaş böyükdür. Sonra deyir ki, indi onun yaşları cəmi 45 olarsa, birisinin yaşı x demişəm, birisinin yaşını x plus 25 demişəm. Və deyir ki, bunların yaşlarının cəmi, yəni bunların yaşlarını toplayan nəyə bərabərdir? 45-ə. Salam. X ilə x oldu 2x bərabərdir. Plus 25 çıx 25 kimi keçir, 45 25 çıxanda olur 20. X də bərabərdir 22-yə böləndə cavab olur 10. Uşağın yaşını x demişdim, uşağın yaşı oldu 10. Məndən də 10 soruşub da. Uşağın neçə yaşı var? 10. Sualın cavabı hazır. Əvvəl davam etdirəm ki, şərti yoxlayasınız. X-in yerinə 10 qoysam 18 25, bax atasının oldu 35 yaşı. Doğrudan da bunlar yaşları cəmimizə nə verdi? 45-i. Doğrudan da ata oğlunun neçə yaş böyüdü? 25 yaş. Yəni düppədüz həlləmişik, əmin olduq, keçdik digər sualımıza. 75. İfadə hesabını bəlkə çətin görsənir, amma çox asan sualdır bu da. Bax, kökanı 4-cü dərəcədən yazdım. Eyni dərəcədən kökün altında olanda bunları bir-birinə vurmaq olar da bir kökün altında. Deməli, onda mən kök 4-cü dərəcədə kökün altına salıb 6 plus 2 kök 5-i 6 çıxı 2 kök 5-ə vura bilərəm. Özüm yazıram uzun zadı ki, görəsiniz. Bax, 6 plus 2 kök 5 vururam 6 çıx 2 kök 5. Eyni kökün altında, bunu demək istəyirəm. Kök altında 4-cü dərəcədə. İndi A plus B vur A minus B deyil burada. Bax 6 2 kök 5, 6 2 kök 5. Bir toplumda belə çıxırlar. A plus B vur A minus B bizə nə verir? A kvadrat çıx B kvadrat. Yəni birincinin kvadratı 36, 6-nın. Çıxılsın ikincinin kvadratı. 2 kök 5 kvadratı. 2 kvadratı 4 eləyir, kök 5 kvadratı 5 eləyir. 4-ü 5-ə vuranda 20. Vəssalam. Buradan da kök altında 4-cü dərəcədən 36-dan 20 çıxan neçə eləyir? 16, düzdür? 36 20 16. Kök altında 4-cü dərəcədən 16 nə deməkdir? Yəni neçənin üstü 4 16-nı verər? 2-nin. 2-nin üstü 4 16-nı verir. Düzdürmü? Cavab oldu 2. Tamam, bax, səhv eləmişik. 6 plus 2 kök 5, 6 çıx 2 kök 5, 4-cü dərəcənin altına saldıq. Sonra 36 çıx 20, elədi 16. Sualın cavabı 2. 75 dənə də işimiz bitdi. Keçdik 76-ya. Az qaldı. Ay, o 76 bu yüzdəymiş ki. 75 buradadır. Bu da çox asan sualdır. Bunu da sökmə həlləmişik yəqin ki. 48-ni kvadrat çıxıb, bir kvadratda atab çıxada bilərsiniz. Amma bayaq da dediyimiz kimi, müxtəsər modusundan ən azından bunu hamısı kimi bilirsiniz. A kvadrat çıx B kvadratını çox vursu kimi bilirsiniz. Zəif şagirdlər belə onu bilirlər. A kvadrat çıx B kvadrat nədir? A çıx B vur A plus B. Bax, burada 48-ni kvadrat çıx 32-ni kvadrat yazıblarsa, mən bunu belə yaza bilərəm də. 48 çıx 32 vur 48 üstə gəl 32. Yaza bilərəm də. Çünki A çıx B vur A plus B. Nə olur? A kvadrat çıx B kvadrat. Hələ bunu verir də 48 kvadrat çıx 32 kvadrat. Aşağıdakını da eyni formada yazıram. 21 kvadrat çıx 19-un kvadratı. Yəni 21 çıx 19 vurulsun 21 üstə gəl 19. Vəssalam. Kvadrat ata bilərsiniz, amma uzun çəkər, səhv eləyərsiniz. Bu da rahat. Bax, 48 32 çıxanda cavab 4. 4 nə idi? 16. 48 32 toplayanda 80, 80. Yəni 48 32 16, 48 32 80. Aşağıda 21 19 çıxanda 2. 21 19 gələndə 40. Səhv eləmirəm. 31 40 düzdür. 80 ilə 40 40 ixtisara gedir. Burada 2 qalır, burada 1 qalır. 16 ilə 2 2 ixtisara gedir. Burada 1, burada 8 qalır. 8-də 2-yə vuranda cavab olur 16. 76 ilə də işimiz bitdi. Keçdik 77-yə. 77-ci sual. Dən zamana da baxın, neçə dəqiqə danışmışıq? 40 dəqiqə yaxındır. Kazım öz puluna 8 dəftər, 5 karandaş və ya 6 dəftər, 8 karandaş ala bilir. Bax, Kazım öz pulunu ala bilir. 8 ilə nə yazıb? Dəftər. 8D yazım da. Yəni 8 vur D. Bir dəftərin qiyməti D desəm, 8 dəftərin qiyməti 8D olur da. 5 karandaş ala bilir. 5 dənə də karandaş ala bilir. 5K yazın. 8 dənə D, 5 dənə K ala bilir. Deməli, Kazım pulu nə qədərdir? 8D plus 5K'dır. Yəni, Kazım pulu 8 dəftərə və 5 karandaşa çatır. Bir və ya həmin pulla o 6 dəftər 8 karandaş ala bilir. Yəni, o həmin pulla 6 dəftər plus 8K karandaş da ala bilir. Bu da Kazımın pulunu göstərən ifadədir. Bu da Kazımın pulunu göstərən ifadədir. İkisi də eyni şeyi göstərsə, onda bunlar eyni şeylər bərabər olarlar. Bunlar bir-birinə bərabər olur. Buradan da, baxın, 5K'nı ataram bu üzə çıx 5K kimi. Yəni 8K'dan 5K'nı çıxanda 3K olur. Bax, 8K'dan bu 5K'nı çıxıram. 3K. Alt dəyəni də sağdan sola çıx alt dəyəni kimi atıram. 8 dəyədən alt dəyəni çıxanda olur 2D. 2D. Düzdürmü? Və sual nədir? Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur, ona baxacağıq. Burada biz bilirik ki, belə bərabərlik yanında yazılır ki, D bərabərdir. Özlüyü yox, bu K-nın əmsalına. Yəni ki, 3x yazaq bura. K da bərabərdir. Özlüyü yox, D-nin əmsalına. Yəni 2x-a. İndi sual nə idi? Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Dəftərin qiyməti 3x-dir.
Qardaşın qiyməti 2x-dir. 3x 2x-dən neçə dəfə çoxdur? Bunun üçün təbii ki 3x-i 2x-ə bölməliyəm. X-də sayğıda 3-də 2-yə böləndə cavab olur 1,5. Deməli, dəftərin qiyməti qardaşın qiymətindən 1,5 dəfə çoxdur. Bir dənə tezdən yoxlayım, həllimiz səhvsədə olmasın. 8 dəftər 5 karandaş, 6 dəftər 8 karandaş, sonra getdi bura 2D, getdi bura 3K, D bərabərdir özünü yox, K-nın əmsalına, yəni 3X-a, K da bərabərdir özünü yox, D-nin əmsalına 2X-a. Bunlardan qiymət o neçə dəfə çox deyir də, hə. Böyük kiçiyə bölürük, görürük ki 1,5 dəfə çoxdur. 77 ilə də işimiz bitdi. Geçdik 78-ə. Deyik ki, iki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirir. Birinci fəhlə təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirər? Tam oxudum. Görürəm ki, ikisi bir yerdə, iki fəhlə birlikdə. Necə yazım onu? Birinci və ikinci fəhlə birlikdə, yəni ikisi bir yerdə. İkisi bir yerdə işi 8 saata yerinə yetirir. Qeydimi apardım. Əgər bunlar işi 8 saatı bitirirlərsə, onda 1 saat işin hansı hissəsini görürlər? 8-də 1 hissəsini görürlər. Bunu işçi məsələlərindən öyrənmişik. Sonra deyir, birinci fəhlə təklikdə həmin tapşırıq ikincidən 12 saat tez yerinə yetirir. Deməli, 2 dənə fəhlə deyil, bu birinci fəhlə, bu da ikinci fəhlədə. Bizə deyir ki, birinci fəhlə həmin tapşırıq ikincidən 12 saat tez yerinə yetirir. Yəni, ikinci x saatı yerinə yetirirsə işi tək işləyəndə. Bu onun 12 saat tez, yəni x çıxılsın 12 saat yerinə yetirir. Məsələn, özümün atıramda bu 30 saatı yerinə yetirirsə, bu 18 saat yerinə yetirir. Yəni, sən 30 saat qıtarırsa, mən sənə 12 saat tez qıtarım, 18 saat qıtarım. Yəni, 30-dan 12 çıxanda 18 edir. Yəni, bu x saat yerinə yetirsə, bu da x çıxı 12-dir. 30 elə belə edin, başa düşürsünüz deyə. Əla. İndi burada mən təhlil quracağım. Çünki mən bilirəm ki, bunlar ikisi bir yerdə 1 saatı işin 8-də 1 hissəsini görürlər. Bax, ikisi bir yerdə 8 saat işi bitirirlər, 1 saatı 8-də 1 işi görürlər. Onda biz bayaqlar demədik, işçi məsələn öyrənmişik ki, bir adam işi 5 saata bitirirsə, onda 1 saat işin 5-də 1 hissəsini görür. 7 saata bitirirsə, onda 1 saat işin 7-də 1 hissəsini görür. Düzdür? Yəni neçə saata bitirirsə, onu məxrəcə atıram, üstündə 1 yazıram, deyirəm o qədər hissə iş görür də. Onda bu birinci fəhlə işi filan saata bitirirsə, 1 saat işin hansı hissəsini görəcək? X çıxı 12-də 1. Bu gəlirdi məxrəcə 1 yazırdı yuxarıda. Bu da həmçinin işi ikinci fəhlə x saata bitirirsə, 1 saat işin hansı hissəsini görəcək? X-də 1. Və x-nin 1 saata gördüyü işləri toplayanda, x-də 1 ilə, bunu gördüyü işlə, o birisinin x çıxı 12-də 1. 1 saatı deyir, mən bu qədər iş görürəm, 1 saat bu dedi ki, mən bu qədər iş görürəm. Demək, bu x-i toplayanda mənə nəyi verir? X-nin bir yerdə 1 saata gördüyü işi. X-nin bir yerdə 1 saata gördüyü iş də 8-də 1 də. Vəssalam. Bu tənliyi həll etmək lazım. Kvadrat tənliyi isə yaranacaq təbii ki. Ortaq məxrəc bunlar sonra olur x vur x çıxı 12, yəni x kvadrat çıxı 12, x daha uzatmıram. X vur x çıxı 12. Yəni x-ə böləndə x kvadratı, x-i 12-yə böləndə 12x. X vur x çıxı 12-ni x-ə böləndə bunun tamamlayıcı olur x çıxı 12-dir. Bunun da tamamlayıcı olur x-dir. Çünki x vur x çıxı 12-ni buna böləndə x çıxı 12-lər gedir, x qalır. Sürətləri də toplayanda olur 2x çıxı 12. X çıxı 12 üstə x gəldi, x-lər toplanır olur 2x. Bərabərdir 8-də 1-ə. Yuxarını silim də daha, yoxsa silməyim. Sonrası bu hissəni silim. Bax, bu hissəni silirəm. Tənliyin ardına orada yazaq da. Hə. Bu tənliyin də əlləmə əsası necəm çarpaz vuracağım. X kvadrat 12x-i 1-ə vuranda olur x kvadrat 12x elə bərabərdir çarpaz vurduğunda. 8-də bura vuranda 8 vur 2x 12. 16x, 8-i 2x-ə vurdum. Çıxılsın 16 neydi? 16. Çıxılsın 96. 8-i 2x-ə vurdum 16x, 8-i 12-yə vurdum 96. Buradan da x kvadratı 16x bura çıx 16x kimi gəlir. Mənfi 12x var idi, bu da mənfi 16x oldu. Mənfi 28x. Çıx 96 da bura plus 96 kimi gəlir. Bərabərdir 0. Bunu diskriminasiya da tapa bilərsən, amma viyyətlə fikirləşməyə çalışın. Neçəni bir-birinə vuranda 96 eləyər, toplayanda 28 eləyər. Müsbət 28 özdə. Deməli 8 12 96. 4 ilə 24. Bax 4 ilə 24. Viyyət teoremindən getdiyində uzatmadım. Və bunun kökləri 4 ilə 24. Çünki 4-ü 24-də vuranda eləyir 96, 4 ilə 24 toplayanda eləyir müsbət 28. Yəni bunun əks işarəsi. Viyyət teoreminin bir üstə yəqin ki. Köklərini tapdım 4 ilə 24. İndi sual nə idi? Birinci fəhlə təklikdə bu iş tapşırığı nə qədər vaxtda yerinə yetirər? Birinci fəhlə daha tez yerinə yetirən idi də, düzdür? Bu da ikinci fəhlədir. Bu hissəni də silim, da beyniniz qarışmasın. X tapmışıq da 4, ya 4-dür ya 24-də deyirik. İndi mən əgər 4-ü götürüb yerinə qoysam, x-in yerinə, ödənmir. Tənliyi ödəyir, amma burada ödənmir. Çünki bunda 4-sən, bu 4 saat deyirsə, onda bu 4 çıx 12. 4-də 12 çıxanda mənfi 8 saat edir ki, mənfi 8 saata iş bitirmək olar? Yox, təbii ki.
Tənliyimi ödəyir, amma ki, buradakı sualın şərtini ödəmir. Mənfi olduğu üçün. Mənfi yarandığı üçün. Mənfi zaman olmur axı. Onda 100% bilirəm ki, cavab 24-dür. Yəni, ikinci fəali x saata bitirirdi işini. X-i də 24 tapmışam. 24 saata. Digəri də 24 çıx 12. Yəni ki, 12 saat. Laf burada yazın. İkinci fəali işi 24 saata bitirir. Birinci fəali isə 24 çıx 12 işi 12 saata bitirir tek işləyəndə. Sual da bizdə hələ birinci fəalindən soruşur. Birinci fəali təkdə bu tapışına qədər vaxt yerinə yetirər? 12 saata. Bax, doğrudan yerinə qoyub yoxlayaq. Doğrudan da 24 saata bax, birinci fəali işin əgər 24 saat işi bitirsə 1 saat işin 24-də 1 hissəsini görür. Digər 12 saat işi bitirirsə 1 saat işin 12-də 1 hissəsini görür. Və bunlar toplayanda orta məxrəc 24-dür. Burada tamamlayıcı 2 olur. 1 ilə 2 toplayanda 3, 24 ilə 3 ixtisar gedir. Cavab 8-də 1 olur. Doğrudan da bizə bax bunu verdi. Deməli x-i 1 saatı işin 8-də 1 hissəsini görürlər. Deməli düpbədüz həll eləmişik. Cavab 12-dir. Yəni birinci 12 saata bitirir, ikinci 24 saata bitirir. 78 ilə də işimiz bitdi. Ümid edirəm başa düşdünüz. 79-a keçdik. Deyir ki, düzbucaqlının bucaqlarından biri, bir dənə düzbucaqlı çəkeyim. Düzbucaqlının bucaqlarından birinin tənböləni onun tərəfini yarıya bölür. Bax, yaxşı. Bir dənə buradan tənbölən çəkək. Tənbölən. Tənbölən bir üstündə nədir? Bucaqları yarıya bölür də. Yəni, bura neçədirsə burada olur. Biləm, 45-də, heç lazım da 45-dədir. Yəni, bu bucaqla bucaq bərabərdir. Bunu çəkəndən sonra tənböləni. Siz burada, baba, z hərfini görürsünüz. Bax, z hərfini görürsünüz. Bax, z. Bu nədir z hərfi? Daxili çarpaz bucaqlar. Bax, 2 dənə paralel xəttdir, bir də bu kəsəndir. Daxili çarpaz, yəni bu bucaqla bu bucaq, z hərfinin ucları da bucaqları bir-birinə bərabər olmalı. Ya bu nədirsə, bu da odur. Bu da onsuz onun tayıdır. Deməli, burada bir dənə üst bucaq yarandı. Və bu üst bucaq bərabər yanlı üst bucaqdır. Çünki bərabər yanlı üst bucaqda oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Yəni bu oturacaqdır ki, bitişik bucaqlar bərabərdir. Bu oturacaqsa bunlar da yan tərəfdir. Yan tərəflər təbii ki, bərabər olur. Oxuyuram ardını. Deyir ki, onun tərəfini yarıya bölür, düzbucağın kiçik tərəfi 4 cm bərabərdir. Yəni bu kiçik tərəfdir. Kiçik tərəf burada 4-dürsə, onda burada 4-dür. Amma bura neçə olacaq? Bizə deyib ki, tənbölən onun tərəfini yarıya bölür. Yəni bu tərəfi bu tənbölən yarıya bölür. Yəni bu bir tərəfi 4-dürsə, bunun bu biri tərəfi də 4-dür. Və salam. Onun perimetrini tapın, problem yoxdur. Bu düzbucağın eni 4-dür, uzunluğu 4 ilə 4 8-dir, bütöv bu da 8. Perimetri tapmaq üçün düzbucağın perimetri necə tapılır? 2 vurulsun A plus B. Yəni n ilə uzunluq toplanılıb 2-yə vurulurdu. Eni 4, uzunluğu 18. 2 vurulsun 4 üstə gəl 8. Bunun cavabı neçədir? 12, 2-yə 12-yə vuranda 24 santimetr. Santimetrlə verib, bəli. 79 ilə də işimiz bitdi. Neçə dənə məsələ qalıb? 80, 81. Hə, 2 dənə qalıb. 80. Stolun üzərindəki dik duran qələmə ondan 150 cm uzaqlıqda fənər tutularsa. Şəkildə buradan görürsünüz. Mən özüm də həndəsə şəkli kimi çəkəcəyəm. Qələmin arxasındakı divarda 48 cm uzunluğunda kölgəsi əmələ gəlir. Qələmin hündürlüyü 30 cm olarsa, qələm ilə kölgəsi arasındakı məsafəni tapın. Bax, deməli bir dənə fənər var. Bax, bu fənəri mən nöqtə kimi qoyuram da, sonra rahat olsun deyə. Bax, fənər, rahat görürsünüz deyə. Bu fənər. Deyir ki, bax, sonuzdakı dik duran qələmə ondan 150 cm uzaqlıqda fənər tutularsa. Bax, burada bir dənə qələm var. Bax, qələm. Bax, qələm. Buradan, bax, bu da fənərdir. Bu fənərdən bura qədər məsafə də 150-dir. Bax, vəziyyəti başa düşün. Bax, tezdən oxuram cümlə başa düşün. Bax, stolun üzərindəki dik duran qələmə, bax, dik duran qələmdir, bu da fənərdir. Dik duran qələmə ondan 150 cm uzaqda fənər tutularsa, bax, ondan, yəni qələmdən 150 cm uzaqda fənər tutulub. Bax, məsafə 150-dir. Fənər tutmuşam bu qələmə. Lap yaxşı. Deyir, qələmin arxasındakı divarda 48 cm uzunluğunda onun kölgəsi əmələ gəlir. Yəni ki, bax, fənəri belə tutanda, məsələn, mənə tutulur, arkada görürsünüz, belə bir dənə yekə kölgə olur, rasindən böyük. Burada da, yəni bu fənəri belə tutanda bunun arxasında bir dənə nə yaranır? Onun kölgəsi yaranır. Bundan böyük bir kölgə yaranır. Və onun da uzunluğu bizə deyir ki, arxasında divarda 48 cm. Bu kölgənin uzunluğu 48-dir. Yəni bura 48 cm deyir bizə. Kölgə əmələ gəlir. Deyir ki, qələmin hündürlüyü 30-dur. Bunu da verib bizə qələmi. Bax, deyir ki, bu da 30-dur. Bura 30-dur, kölgəsi 48-dir. Buradan bura 150-dir. Bunu bilmirəm hələ ki. Desənlər onu soruşur. Deyir, qələmin hündürlüyü 30 cm olsa, qələm ilə kölgə arasındakı məsafəni tapın. Qələmlə kölgə arasındakı məsafəni. Bax, bunu soruşur bizdən. Bu da oldu x. Bax, vəziyyəti başa düşsəm, buradan çıxacağam. İndi, mən bunları belə birləşdirsəm, belə birləşdirsəm. Burada nə yaranır? Bax, əslində bunlar da birləşdirilir. Mən sadəcə belə çəkdim, siz daha rahat göstərir. Burada görəcəksiniz ki, düz bucaq, bu da düz bucaqdır. Çünki qələmi dik qoy, bax, dik duran qələm. Təbii ki, onun kölgəsi də dik duracaq. Kölgə əyri görsənməyəcək ki. Belə bir şey yaranır və fikir verin, bu düz bucaqlı üç bucaqla, bax, bu düz balaca düz bucaqlı üç bucaqla,
Bu yekə düzbucaqlı üçbucaq bir-birinə oxşar üçbucaqlı olur. Hardan bildin? Çünki daxili bucaqlar bir-birinə bərabər olanda bunlar oxşar olurlar da. Mən də burada görürəm ki, bu düzbucaqlı üçbucağın daxili bucağı 90-dır, bunu yekələr də 90-dır. Bu daxili bu balaca üçbucağın bir bucağı budursa, hər nədirsə, həmin o bucaq yekə düzbucaqlı üçbucağın da bucağıdır. Həmçinin bu bucaqlarda bir-birinə, çünki bu ikisi bir-birinə bərabərdirsə, təbii ki, üçüncüləri də bunların bir-birinə bərabər olurlar. Düz deyil? Bu bir dənə işarə qoyun. Məsəl üçün, bu ikisi üçün də ortaqdır. Bununla da bu bir-birinə bərabər. Çox uzatmaq istəmirəm. Üçbucaqların iki daxili bucaqlar bərabərsə, avtomatik üçüncüsü də bərabər olur və bunlar bir-birinə bərabər olduğu üçün burada oxşarlıq əmələ gəlir. Oxşarlıq nə idi? Uyğun tərəflərin bir-birinə nisbəti bərabər olur da. Yəni ki, bax, bu bucağın qabağında duran 30-un balacada, böyükdə bu bucağın qabağında durur 48. 30-un 48-ə nisbəti bərabər olmalıdır. İndi, bax, bu xətt kimi olan. Bu xəttin birinci balaca yazmışıq da, düzdür? İndi bu xətt kimi, xətt işarəti qoydum, bucağın qabağındakı məsafə isə 150. 150-nin nəyə nisbətinə? Böyük üçbucaqda bu xətt bucağın qabağında nə durub? Nə durub bunun qabağında? Bax, bütöv bu tərəf, yəni 150 plus x. 150-nin 150 plus x-ə nisbətinə. Və sən buradan x tapacağım. Biraz rahat olsun, gəl indidən 48-in 30 neçə x? 6 ixtisar gedir 6-ya. 36-ya böləndə 5, 48-i 6-ya böləndə 8. Sonra çarpaz vuracağım. 5-i vuram 150 plus x-a olur 750. 5 vur 150, 750 ilə. Üstə gəl 5x. Bərabər bu 8 qalıb. 8-i də 150-yə vuranda 1200. Bir tane baxın, mexaniki səhv eləməmişəm. 30 böl 48, 150 böl 150 plus x. 30-dan 48, 6-ya hesablamışam. 5 burada, 8 burada, 8 də 5. 5, 750, 5x. 8 də 150-yə vuranda 8 olur 400, 1200 düzdür. Hə. Burada 5x bərabərdir. Bu 5x. 750 bura çıx, 750 kimi geçir. 1200-dən 750 sonra cavab 450 eləyir. Burada x tapmaq üçün 455-ə bölünəm, cavab olur 90. Və salam. Mən də qələmlə kölgə arasındakı məsafəni soruşmuşdum. Yəni bu x-i, qələm buydu, kölgə buydu. X demişdim ona. X-də 90 tapmışam. Yəni sualımın cavabı oldu 90 sm. 80 ilə işimiz bitdi. Keçdik nəhayət sonuncu suala. 81. 22 şagirddən ibarət sinifdə yalnız rus dil fənnindən məqbul qiymət alınan sayı, yalnız ingilis dil fənnindən məqbul qiymət alınan sayından 3 nəfər az, həm rus, həm də ingilis dil fənnindən məqbul qiymət alınan sayısı 7 nəfər olarsa, yalnız ingilis dili fənnindən məqbul qiymət alınan sayını tapın. Belə oxuyanda çox çətin görürsən, düzdür, ondan, bundan məqbul qiymət ikisindən yalnız. Biz bunu öyrənmişik də. Bu bizim üçün çox asan təqə öyrənmişiksə. Nədir bu? Çoxluqlar mövzusu. İki dənə şeydən ayrıca iki dənə çoxluq çəkirdik. Bu formada dəvətnamə yox şiirdir. Çoxluqlar. Bu hissə oldu onların kəsişməsi. Bu hissə. Bu hissə olurdu yalnız hissəsi, ay kimi hissə. Bu da bunun yalnız hissəsi idi. Bütövlükdə hamısı da bu idi. Yəni bütöv bunun hamısı 22 olmalı. Bu qeydimizi aparaq. Bunlar nə edirlər? Rus dilinə və nə idi bir də? İngilis dili. Bu olsun ingilis dili çoxluğumuz, bu olsun rus dili çoxluğumuz. Yəni bu çevrə. İngilis, bu da rus. R ya, bu R-ya oxşatdım. R. Rus dili. İndi 22 şagirdəndir və buradakılar bu. Bax, bura ədəd yazacağım, bura ədəd yazacağım, bura ədəd yazacağım. Bu üçünün cəmi mənə 22-ni verməlidir. Çünki hamısı verirdi 22 şagirddir. Deyirəm, əla. Yalnız rus dili fənnindən məqbul qiymət alınan sayı, yalnız ingilis dili fənnindən məqbul qiymət alınan sayının 3 nəfər azdır. Deməli, rus dilindəkilərin sayı, ingilisdəkilərdən, bax, rus dili fənnindən məqbul qiymət alınan sayı, ingilis dilindən məqbul qiymət alınan sayının 3 nəfər azdır. Yəni, ruslar, belə deyim də, rus dilində olanlar, ingilislərdən 3 dənə azdır. Yəni, ingilislərdə x nəfər adam varsa, yalnız deyəndə aypara ikisini yazır axı. Ruslarda x çıxsın 3-dür. Bax, ikisi üçün yalnız deyil. Tezən bax, yalnız rus dili fənnindən məqbul qiymət alınan sayı, yalnız ingilis dili. Yalnız deyəndə aypara ikisini yazır. Yəni, rusların sayı, ingilislərin sayının 3 vahid azdır. Bax, tezən oxuyam. Yalnız rus dili fənnindən məqbul qiymət alınan sayı, yalnız ingilis dili fənnindən məqbul qiymət alınan sayının 3 nəfər azdır. Yəni, ingilisdə məqbul alınan x nəfərsə, ruslar onun 3 nəfər azdır, x çıxır 3-dür. Sonra deyir ki, həm rus, həm də ingilis kəsişməyi göstərdi, buraya yazacağım. Həm rus, həm də ingilis dili fənnindən məqbul qiymət alınan sayısı 7 nəfərdir. Bax, 7-ni yazıram bura. Çünki bu 7 ingilislərin ingilis çevrəsinə düşür, bu 7 rus çevrəsinə düşür. Bunların kəsişməsi buradır. Və salam, biz demişdik ki, 3 dənə yerə yazdığımın cəmi mənə nəyə verməlidir? 22-ni. Yəni, x üstə gəl 7, üstə gəl x çıx 100. Bərabər olmalıdır 22-yə. Bunda x-nə x toplayanda olur 2x. 7-dən 3 çıxanda 4 olur. Müsbət 4 çıxır 4 kimi keçir. 22-dən 4 çıxanda 18. X bərabər 18, 2 bölündə 9. Şimdi sual nədir? Deyir, yalnız ingilis dili fənnindən məqbul qiymət alınan sayı tapın. Yalnız ingilis dili bu da ördü x. Aypara kimisi x demişdik də. Bizdən də onu soruşur da. X-i də nə tapdıq? 9. Sualımızın cavabı 9. Yəni, yalnız ingilis dili fənnindən məqbul qiymət alınan sayı oldu 9 nəfər. Hə, çək gəlmişsən. Çox, mən də qıtardım vizyonu.
Və salam, şagirdlərimizdən birisi gəlib. Ben geldim. Hə, xoş gəldin. Hə, onsuz suallar qarda dəqiq bir dənə baxım. Yo 81 tane dedim. Hə, işte bir də qurtar. Və salam. Şey yazmışam ya. Bu video tamamı rahat Hə. baxaq. Yaxşı, narahat olma. Bir şey qurtardım mən. Və salam. Diqqətinizə görə çox sağ olun, sağ olun.